bir nəfər Həsən əl-Bəsri rahimahullaha qoraqlıqdan şikayət etdi. O da ona Allahdan bağışlanma dilə deyə buyurdu. Başqa biri gəlib kasıbçılıqdan şikayət etdi. Alim ona da Allahdan bağışlanma dilə deyə buyurdu. Başqa biri dedi, Allaha dua et ki, mənə övlad bəxş etsin. Həsən ona da Allahdan bağışlanma dilə deyə buyurdu. Başqa biri bostanının qurumasından şikayət etdi. Ona da Allahdan bağışlanma dilə deyə buyurdu. Yanındakılar soruşdular. Yəni, insanlar başqa-başqa şikayətlərlə gəldi. Sən isə hamıya eyni sözü dedin. O dedi, mən özümdən heç nə demirəm. Uca Allah Nuh surəsi 10 və 12-ci ayələrdə belə buyurur. Rəbbinizdən bağışlanmağınızı diləyin. Həqiqətən o çox bağışlayandır. O sizin üzərinizə bol-bol yağış göndərər. Var dövlət və oğul uşaqla sizin imdadınıza çatar. Sizin üçün bağlar salar və çaylar yaradar.